Salam əziz şagirdlər və videonu izləyən valideynlər, hər birinizi xoş gördüm kanalımda. Bugündən etibarən sizinlə birlikdə 3-cü sinif riyaziyyat dərsliyinin mövzularını izah edib, tapşırıqlarını da asan yolla həll edəcəyik. Əziz üçüncülər, 3-cü sinifə başlamaq münasibətilə də ürəkdən təbrik edirəm. Bu dərsini sizə uğurlar arzu edirəm. İlk dərsliyimiz səhifə 7-dən başlayır. Ədədlər 1-ə qədər. Burada verilib ki, hər qabda üzərində 0-dan 9-a qədər rəqəmlərdən biri yazılmış 10 kürəcik var. Oyunçular düyməni basdıqda hər qabdan yalnız bir kürəcik düşür. Düymələri istənilən ardıcılıqla basmaq olar. Alınan 3 rəqəmli ədəd kimdə böyükdürsə o qalib gəlir. Hazırlıqlı burada suallarımız var. Samir sonuncu düyməni basdıqda onda hansı ədədlər alına bilər? Baxın uşaqlar. Samirdə 3 ədədidir yüzlüklərdə. Onluqlar 8-dir, təkliklər isə boşdur. 0-dan 9-a qədər istənilən ədəd dediyinə görə biz də yazacağıq. Bu hissədən başlayaq. 380, 381, 382, 383, 3. Rəqəm 8 oxşamır. Yəni 0-dan 9-a qədər istənilən bir ədəd düşə bilər. 384, 385, 386, 387, 380 qaram biraz elə yazır uşaqlar, üzr istəyirəm. 388, 389. Sonuncu kürəcik çıxandan sonra Lalədə hansı ədədlər alına bilər? Lalədə də uşaqlar yüzlük 3-dür, onluqlar boşdur, təkliklərdə 0-dır. Yenə 0-dan 9-a qədər istənilən bir ədəd düşə bilər. 300, 310. Laylədə onluq boş olduğuna görə ona görə də onluqlar dəyişiləcək. Samirdə də boş olur, təkliklər boşdur idi. Ona görə də 0-dan 9-a qədər istənilən bir ədəd yazıldı. 350, 360, 370, 380, 390. Laylədə hansı kürəcik çıxsa, o Samirə mütləq qalib gələcək. Yəni hansı kürəcik çıxsa Laylə qalib gələcək. Samir isə məğlub olacaq. Yəni bu oyunda uduzacaq. Uşaqlar, deməli görürük ki, Laylədə onluq boşdur. Samirdə də onluq 8-dir. 8-dən oyunumuza görə 0-dan 9-a qədər istənilən ədəddir. Ona görə də 8-dən bir də böyük ədəd olacaq 9. 9. 390. Buraya hansı ədəd? 1, 3, 5, 9. Fərqi yoxdur. Hansı ədəd çıxsa buraya 8 olduğuna görə onluq. 9 ondan böyük olduğuna görə Laylə mütləq qalib gələcək. Hansı kürəciklər çıxsa heç-heçə olarlar. Yəni bərabərə qalarlar. Hesablar bərabərə qalar. Görürük ki, Samirdə 3, onluğu 8, Laylədə də yüzlük, təkliyi 0. Onluğuna 8 yazarıq, Samirdə də 0 yazarıq. 380 bərabərdir 380-ə. Yəni eyni ədədlər olmalıdır. 380 bərabərdir 380-ə. Ya da salıb keçirik səhifə 9-a. 10 təklik bir onluq təşkil edir. 10 təklik bərabərdir 1 onluq. Görürsünüz? 10 onluq 1 yüzlük təşkil edir. Baxın 10 onluq birləşdi 1 yüzlük təşkil elədi. Burada da yazdım 10 onluq bərabərdir 1 yüzlük. 2 təklik kub verilib. 2 yazılışı və oxunuşu. 1 onluq, 2 təklik kub, 12 alınır. Burada da 4 dənə yüzlük, 1 onluq, 2 dənə də təklik kub. 412 alınır. Burada deyir ki, 500-dən böyük 3 rəqəmli ədədlər də eyni qayda ilə yazılır və oxunur.
Yəni biz 500-ə qədər ədədlər keçmişdik. İndi də deyir ki, 500-dən böyük olan ədədlərdə 600, məsələn, 600-lük 1 onlu, 2 təklik. Yəni burada yazılışıdır, burada da oxunuşu 612. Ədəd oxunda ədədlər soldan sağa artan sıra ilə düzülür. Baxın şu an 600-dən 700-ə. Əgər 600-dən 700, 800, 900 və 1000-ə geçsəm, belə. 600-dən yəni 1000-ə doğru geçsəm, burada artacaq. Amma 600-dən 0-a qədər, yəni 500, 400, 300, 200, 100 və 0 geçsəm, azalacaq. Başa düşdünüz? Onu saymadım. Görür ki, 580-dən 640-a kimi verir. 580, 590, 600, 610, 620, 630, 640. 50-50 sayma. 500, 550, 600, 650, 700, 750 ve 800. Burada 500'den 800'e kadar vermişti. Biz de saydık. 100'ü sayma. Buradan da 500'den 1000'e kadar verip gel biz de sayak yeniden. 500, 600, 700, 800, 900 ve 1000. Üç rəqəmli ədədlərdə sağdan birinci rəqəm təkliklərin, ikinci rəqəm onluqların, üçüncü rəqəm isə yüzlüklərin sayını göstərir. 623 ədədində 600-lük, 2 onluq, 3 təklik var. 600-lük, 2 onluq, 3 təklik. Burada kublarla göstərib. Burada mərtəbə cədvəli. Baxın, bayaqları adını çəkdim deyə səhv etmirəmsə. Mərtəbə cədvəli budur. Siz də qabaqda keçəcəksiniz. Digər mövzularımızda keçəcək. Bu da ədəd üçlüyü formasında göstərir. Baxın, sağdan birinci rəqəm təkliklərin, ikinci rəqəm onluqların, üçüncü rəqəm də yüzlüklərin. Bu da ədəd üçlüyü formasında, ədəd ailəsi formasında verir. İki rəqəmli ədədləri sıralamaq üçün onları müqayisə etmək lazımdır. Bu zaman əvvəl onluqlar, sonra isə təkliklər müqayisə olunur. Onluğu kiçik olan ədəd daha kiçikdir. Onluqların sayı eynidirsə, təkliklərin sayı kiçik olan ədəd kiçikdir. Artan sıra 22, 27, 67, 92. Azalan sıra 92, 67, 27, 22. Keçirin səhifə 9-a təkrar üçün tapşırıqlar. Qanun uyğunluğu müəyyən edin və boş yerlərə uyğun ədədləri tapın. 495, 496, 497. Burada bir-bir saymadım. Gəlin biz də yazaq. 498, 499. Sonra nə gələcək uşaqlar? 500. 501, 502 və 503. Sonrasına baxaq. 450, 460, 470. Burada 10 saymadı. Davamını yazaq. 480, 490, 500. 500 gələcək. 510, 520, 530. C variantına. 500, 550, 600, 50, 50 saymadı. Gəlin biz də davam yazaq. 650, 700, 750, 50, 50 saymadı. Bizim digər qaydamızdadır. 700, 750 qayda oxuduq onu. 750, 800, 850 və 900. 200, 300, 400, 100 saymadı. 500, 600, 700, 800 və 900. Bir tane də qalıb. 900 və 1000. 1000. Baxın, bu qaydada deyirdim bayaqları. Tam fikrimizi çatdıra bilmədim. İkinci tapşırıq, ədədləri sıralayın, ən kiçik və ən böyük ədədləri müəyyənləşdirin. Artan sıra ilə, azalan sıra ilə. Gəlin yazaq, artan sıra ilə. A variantı. Yazacaqsınız siz dəftərinizdə. Artan. Gəlin uşaqlar, bir dənə vərəqdə necə yazılışını göstərim sizə. Baxın uşaqlar. Deməli, yazacaqsınız siz. İlk öncə tapşırığı yazacaqsınız. Ayın tarixini əgər evə veribsə müəlliminiz o tapşırığı. Elə.
bu formada eləyəcəksiniz. Yazırsınız deməli ilk öncə A variantı. A. Artan sırayla yazaq. Mən belə yazıram uşaqlar. Təbii ki, siz daha səliqəli yazacaqsınız. Aha uşaqlar. Eləyirsiniz, yəni A variantı yazdınız. Sonra yazırsınız 15. Yəni ən kiçikdən böyüyə də artan sıra biz keçmişik. 15, 22, 36, 95. Sonra yaza bilərsiniz bu formada ən yəni ən kiçik deyir axı, kiçik və böyük ədədləri müəyyənləşdirir. 15 ən böyük 95. Digərlərini də bu formada yazacaq. Və yaxud da ki, bu sözləri yazmayıb, onları belə dairəyə ala bilərsiniz. Dairəyə almaq daha uyğundur. Belə yazmaq da yaxşıdır. Yaza bilərsiniz belə, sonra dairəyə də ala bilərsiniz. İndi ikincisinə baxaq. İlk kiçik ədədimiz 45-dir. 45, 48, 61, 95. 95. Burada da ən kiçik ədədimiz 45, ən böyük ədədimiz. Burada ox da qoya bilərsiniz uşaqlar belə. Ən böyük ədədimizdə yenidən 95. Gəlin indi bunları da saraltaq. B variantı yazırsınız. 75. Sonra 52. 35. 21. Ən kiçik ədədimiz 21. Ən böyük ədədimiz isə 75'dir. Beş və 21. Digərinə baxaq. 84, 62, 42 və 41. Ən kiçik ədədimiz 41. 41. Ən böyük ədədimiz 84. Bu formada. Keçirik C'ye. Uşaqlar üzr istəyirəm. Çəşim dedim keçirik C'ye. Daha doğrusu tapşırıq 3'e keçirik. Deyir ki, ədəd oxu üzərində hərflərə uyğun ədədləri tapın. Uşaqlar. Gəlin tapaq. Mən uşaqlar şifahi deyəcəm. İstəsəz siz özünüz baxıb diqqətlə tapa bilərsiniz. Mən onları şifahi deyirəm. A hərfi 600, B 150, C 230, D 310, Y 430, F 580, G 650, H 750, I 820, J 870, K 920, L 970. Keçirik dördüncü tapşırığa. Dördüncü tapşırıqda deyir ki, yüzlük, onluq və təkliklərə ayrılın. Uşaq bu 5'dir. Bu uşaqlara uyğun ədədləri müəyyən edin. 325, 3 yüzlük, 2 onluq, 5 də təklik. 500, 500'lüyə bərabərdir. 100, təklik yəni şu an bir saymaq kimidir. 100 təklik olacaq. 100 isə 10'dur. 10 onluq bir yüzlüyə bərabərdir. Bax, 10 onluq bir yüzlük təşkil edir. Üzrüstdən biraz yavaş danışdım. Yüzlük, onluq və təkliklərə ayrılmış ədədləri rəqəm və sözlərlə yazın. 200'lük 4 onluq 3 təklik. Eləyir 243. Sözlərlə də yazaq. 2
143. Keçək B variantına 400'lük 1 onluq 5 təkli 415 alınır. Gəlin bunu da sözlə yazaq. 15 302 alınır. 300'lük 2 təkli 302 deməkdir. Gəlin bunu da sözlə yazaq. 302. Keçək indi tapşırıq 6'ya. Deyir, misalların cavabını əvvəl təkliklərlə, sonra isə onluq və təkliklərlə ifadə edin. Aha. Baxın uşaqlar, necə verilir? Nümunəyə baxaq ki, başa düşək. 27 təklik, üstə gəldi 8 təklik, bərabərdir 35 təklik. Bu da bərabərdir 3 onluq 5 təklik. İndi bizdə deyək. Uşaqlar, mən də burada yazacağam. Siz də orada baxa bilərsiniz. O formada yazarsınız. Təbii ki də bəzilərini yazacağım. Çünki hamısını yazsam vaxtımız çox gedəcək. Deməli 13 təklik üstə gəlsin 4 təklik bərabərdir 17 təklik. Baxın belə yazacağız. Bu da bərabərdir 1 onluq 7 təkliyə. Keçək digərlə. 17 təklik üstə gəl 12 təklik 17 təklik üstə gəl 12 təklik eləyir 29 təklik. Bu da bərabərdir 2 onluq 9 təkliyə. Sonra nə deyir? 33 təklik üstə gəl 27 təklik yazaq. 33 təklik üstə gəl 27 təklik eləyir uşaqlar 60 təklik. Bu da 6 onluğa bərabərdir. Təkliyi silir. 6 onluğa bərabərdir. 0 təklik də yaza bilərsiniz. Təkliyi yazmaya da bilərsiniz. Yazmasanız daha yaxşıdır. 46 təklik üstə gəl 9 təklik. 46 təklik üstə gəl 9 təklik. Bərabərdir 55 təklik. Bu da bərabərdir 5 onluq 5 təklik. Dostlar, ümid edirəm ki, digərlərini artıq özünüz yaza bilərsiniz. Lalənin velosipedinin kilidinin şifri 3 rəqəmli ədəddir. Bu ədədin rəqəmlərinin cəmi 2-yə bərabərdir. Kilidin yüzlüklər sayı onluqlardan bir vahid çoxdur. Kilidin şifri hansı ədəddir? Baxın uşaqlar, 3 rəqəmli ədəddir. Rəqəmlərin cəmi 2-yə bərabərdir. Uşaqlar, bunu 200 yaza bilmərik. Çünki deyir ki, yüzlüklərin sayı onluqların sayından bir vahid çoxdur. Buna görə də biz təkliyi mütləq 0 yazmalıyıq ki, bunu da 1 yazsaq, bərabərə qalarlar. 0. Bunu 1 yazarıq ki, bir vahid çox olsun. Buraya 0 yaza bilmərik, çünki uşaq 2-yə bərabər olmayacaq, 1-ə bərabər olacaq cəmi. Həllində də 1 üstə gəl, 0 üstə gəl, 1 bərabərdir 2. Cavab, kilidin şifri 101 ədədidir. Anar fikrində bir 3 rəqəmli ədəd tutdu. Bu ədəddə 400'lük var. Onluqların sayı yüzlüklərin sayından 2 dəfə çoxdur. Təkliklərin sayı isə onluqların sayından 8 vahid azdır. Anar fikrində hansı ədədi tutmuşdur? 3 rəqəmli ədəd tutub fikrində anar. Bu ədəddə 400'lük var. Bizə deyib ki 400'lük var. Yüzlüklərin sayından 2 dəfə çoxdur onluqların sayı. Dəfə deyirsə uşaqlar. Dəfə çoxdur desə vururuq. 2 dəfə azdır desəydi bölürdük. Dəfə həmişə vurma və bölməklə olur. Çox desə vururuq, az desə bölürük. 2 dəfə 4'ə vururuq 2'yə. Eləyir 8. Onluğu da tapdıq ki 8'dir. Təkliklərin sayda, onluqların sayda 8 vahid azdır. 8'dir. Vahiddirsə 8 çıxır. Qalacaq 0. Təkliklər 0 olacaq. Cavab anar fikrində 480 ədədi tutmuşdur. Bəli. Burada da tapşırıqlarımız başa çatdı. Ümid edirəm sizlər üçün faydalı oldu. Sabah yeni video ilə görüşmək üzərə. Hələlik.